Şimal-qərb bölgəsi istiqamətində isə Səsən, Balakən və Zaqatalada daha çox yağıntı müşahidə olunub. Yağış yağıb bu ərazilərə və bir sıra fəsadlar qeydə alınıb. Belə ki, çaylarda və kanallarda suyun səviyyəsinin xeyli artması yağıntıların yaratdığı fəsadlara səbəb olub. Xüsusilə də Balakən rayonunun Meşəşambul və Qaysa kəndlərində bu daha çox hiss olunub. Kəndlərin ərazisindən keçən kanalların və yaxınlıqdakı çayların daşması nəticəsində ümumilikdə 50-yə yaxın evin həyətyanı sahəsi su altında qalıb. Sakinlərin həyətyanı sahələrdə əkdikləri tərəvəz bitkiləri də zərər görərək suyun altında qalıb. Bununla yanaşı intensiv yağışlar kənd təsərrüfatına da ciddi ziyan vurub. İlkin hesablamalara görə 30 hektara yaxın meyvə bağına və 10 hektara yaxın tərəvəz sahəsinə zərər dəyib. Sakinlər yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət ediblər və fəsadların aradan qaldırılması, eyni zamanda suyun ərazidən uzaqlaşdırılması üçün zəruri tədbirlər görülür. Qeyd eləyək ki, bölgədə qeyri-sabit hava şəraiti hələ də davam edir. Hər həftədə 10 gün yağış yağırsa bizə acınaqlı vəziyyət var. Ev eşikdə otura bilmirik. Podvallar da suyun altındadır bizim. Dirik baca əkən şey ham batdı. Mal qara suyun içindədir. Nə deyim mən, bir baxsalar bu kanallarımızı təmizləsələr yaxşı olardı. Bütün həyətyanı suyun içindədir. Axşamdan yağış yağırsa bugünə qoyub bizi. Paniklər də su içində, hər yer su içindədir. Bir həftədən çox yağan yağışlar demək olar ki, kəndin yarısından çoxunu su basıb. Su deməli kanallar məcrasından çıxıb, su yayılıb, dirik bacaları basıb, ot sahələr suyun içindədir. Ondan sonra cəmaatın əkdiyi kartofdur, pomidor, xiyar hamısı suyun içindədir. Demək olar ki, kənd zəhmətkeşlərinə çoxlu miqdarda ziyan dəyir. Son dövrlərdə Balakəndə yağan intensiv yağışlar nəticəsində rayonumuzda bir neçə yerlərdə su basma hadisələri qeydə alınmışdır. Məlumdur ki, son zamanlar Balakən rayonuna iqlim normasına artıq olaraq, eyni zamanda Azərbaycana iqlim normasına artıq olaraq yağışlar yağır və bu da ki, müəyyən fəsadlar törətmişdir. Həmin fəsadlar nəticəsində həyətyanı sahələrə və əkin torpaq sahələrinə yağışlar düşmüşdür və yaxın zamanlarda Fövqəladə Hallar Komissiyası bunun üzərində işlənir və su basma fəsadları aradan qaldırılacaq.